Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Bizim Səda bugünə və bu saat olan buraxılışı ilə efirdədir. Gəmiçilərdə belə bir inanc var. Deyirlər, gəmiyə necə ad qoysan, elə də üzəcək. Qələbə, zəfər, ümid, çıraq, başqa nə kimi gəmi adları eşitmişsiniz? Yəqin insanlarda da belədir. Bizdə də valideynlər, nənə-babalar körpəyə ad seçmək məsələsinə çox böyük məsuliyyət və həssaslıqla yanaşırlar. Sözsüz ki, hər bir valideyn övladının gələcəkdə əsl şəxsiyyət, hörmət edilən, sayılıb seçilən biri olmasını istəyir. Buna görə də uşaqlarını qəhrəmanların, tarixi şəxsiyyətlərin şərəfinə adlandırırlar. Məncə, hər ad özünə məxsus assosiasiya yaradır. Misal üçün, Şəms adı çəkiləndə təsəvvürümdə qızıl saçlı, ala gözlü, günəş kimi nurlu baxışlı qızcığaz canlanır. Fərhad deyəndə isə gözümüz önünə Dahi Nizaminin əlində külüngü ilə dağları yaran qəhrəmanı gəlir. Bu haqda, yəni körpələrimizə qoyulan adlar haqqında daha ətraflı bizə Gülnar danışacaq. Ad insanı ucaltmaz, insan adı ucaldar. Uşaqlıqdan böyüklərimizdən eşitdiyimiz bu ifadə bir növ tərbiyə və əhəmiyyət daşıyır və bu sözü əməl etmək üçün də əlimizdən nə gəlirsə etməyə çalışırıq. Bəs görəsən, müasir dövrdə valideynlər övladlarına hansı adlar qoyurlar? Ümumiyyətlə, bu fikir cəmiyyətimizdə necə formalaşıb? Uşaqlara ən çox hansı adlar qoyulmalıdır? Nə bilim, müasir adlar xoşlayırıq. Vəxşi cavanlar onu xoşlayır, müasir adları. Bundan böyük qardaşın adını biz qoyduq, mən qoydum. Tunar. Xoşuma gəldi, nesə qoydum. Adın nədir sənin? Şahin. Şahin nə deməkdir, bilirsən? Bilirəm. Nə deməkdir? Adım mənimdir. Kim qoyub bu adı sənə? Mənim mama. Babasının adıdır. Babasının adını qoymuş. Ən çox hansı adların tərəfdarısınız uşaqlara qoyulmaqda? Öz adlarımız xoşuma gəlir. Bəli, Azərbaycan adları. Nəzri. Nəzrin kim qoyub adını? Mama. Nə deməkdir Nəzrin, bilirsən? Yox, bilmirəm. Adın nədir sənin? Ceyla. Ceyla, kim qoyub bu adı sənə? Nənəm. Nənən qoyub. Bilirsən mənasının adını? Yox. Ceyla adını siz qoymuşsunuz balacaya. Nədir Ceylanın mənası? Öz adıma yaraşdırıb qoymuşam. Aha. Amma mənasını bilmirsiniz. Mənasını Bu indiki doğulan uşaqlara, körpələrə hansı adların verilməsinin tərəfdarısınız? müasir adlar daha çox üstünlük verirəm. Mütəxəssislər bildirirlər ki, uşağa ad verərkən onun gündə neçə dəfə səsləndiyini unutmamaq və buna əsasən ad qoymaq lazımdır. Rəsmi statistikaya görə 2013-2014-cü illərin ən çox qoyulan oğlan adları Yusif, Əli, Hüseyin, Ömər, Əhməd, qız adları isə Nuray, Nurgün, Zəhra, Fatimə, Nurbanudur. 2015-ci ildə isə bu statistika bir qədər fərqlidir. 2015-ci ildə bu məlumat bir qədər dəyişmişdi. 2015-ci ildə ən çox oğlan adları Azər, Atilla, Turan, eyni zamanda Ayxan adları daha geniş şəkildə qoyulur. Qız adlarından isə geniş şəkildə Damcı, Damla, Buse adları daha çox üstünlük təşkil edir. Etiraf edək, elə adlar da var ki, həqiqətən bu nə cinsə uyğundur, nə də gözəl səslənir. Belə adların dəyişdirilməsi isə birbaşa olaraq uşaqların öz seçimlərinə qalır və 18 yaşına çatan hər bir Azərbaycan vətəndaşı öz arzusu ilə adını dəyişdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı təsdiq olunmuş, adın, ata adının, soyadının verilməsi və dəyişdirilməsi qaydalarına müvafiq olaraq uşağın mənafiyinə xələl gətirə biləcək, eyni zamanda cinsə uyğun olmayan və gülünc adların qoyulması deməli qanunvericiliklə məhdudlaşdırılır. Mütəxəssislər isə valideynlərə tövsiyə edirlər ki, adı dəb xatirinə qoymasınlar, bacardıqları qədər tarixi şəxsiyyətlərimizin adlarına üstünlük versinlər. Elə bir ad seçsinlər ki, o yığcam, dilə yatımlı və bütün dövrlər üçün aktual olsun. Populyarlığı da getmək lazım deyil. Hal-hazırda bizim dilimizdə 7000-ə qədər ad sistemi vardır və bu adların hər biri bizim tarixi köklərimizi özündə əks etdirir və buna görə də bu tipli adları qoymaq lazımdır. Ad qoymaq hər zaman həm çətin, həm də məsuliyyətli məsələlərdən biri olub. Bu məsuliyyət isə məhz bizləri dünyaya gətirən və böyüdən valideynlərin öhdəsinə düşür. Adın daşıyıcısı olan bizlər isə adımızın hər zaman yaxşı əməllərlə çəkilməsinə müvəffəq olmalıyıq. Adlar
kimliyimizi təsdiq edir, kim olduğumuzu isə gələcəkdə özümüz təsdiq edirik. Elə bu səbəbdən də hansı adın sahibi olurlarsa olsunlar, əsas odur ki, vətənə, torpağa layiqli övlad olsunlar. Elə bu arzuyla da Gülnar İlqar qızı, Ülfü Rəhimov, Nurlan Şahbazov, Lider TV. Böyüklərimizin bir ifadəsi var, bizim vaxtımızda. Bax, bu ifadə ilə, yəni bizim vaxtımızda deyə başlayan cümlələrini sevirəm onların. Çünki belə cümlənin ardından çox maraqlı cavanlıq əhvalatları nəql edilməyə başlanır. O gün də atam uşaqkən rəsmə olan həvəsindən danışırdı. Öz aramızdır, mənə də rəsmə, əl işlərinə həvəs atamdan keçib. Atam deyirdi ki, bəyəndiyi rəsmin sürətini çıxarmaq üçün saatlarla çalışırmış. İndi isə texnika o qədər inkişaf edib ki, bunun üçün bircə saniyə, tək bir düyməni basmaq kifayət edir. Babək deyir ki, bu 3D texnologiyalarının sayəsində mümkün olur. Düzünü deyim, mənim bu söhbətdən başım çıxmır. Yaxşısı budur, gəlin Babəki dinləyək. Bizə bu haqda o daha ətraflı həm danışacaq, həm də göstərəcək. Müasir dövrümüzdə 3D funksiyası haqqında eşitməyən və ya rastlaşmayan birini təsəvvür etmək çətindir. Hara baxırsan 3D formatlı televizorlar, kameralar, fotoaparatlar və s. bu kimi avadanlıqlarla rastlaşırsan. Maraqlı daxı bu texnologiya digərlərindən nə ilə fərqlənir və ümumiyyətlə 3D funksiyası nədir? 17-ci əsrdə Alman alimi Johann Kepler stereo görmə elmi nəzəriyyəsini yaratdı. Bununla da 1890-cı illərin sonunda William Fritz Klein ilk 3D filmi üçün patent aldı. Lakin bir çox sınaqlar keçirilsə də, bu texnologiya televiziya sahəsinə yalnız 2009-cu ildə gələ bildi. Bu filmləri çəkən məşhur kinorejissorlardan James Cameron tamaşaçılara Terminator, Titanic filmlərindən yaxşı tanışdı. Lakin onun bu formatda çəkdiyi Avatar filmi dünya 3D texnologiyası tarixində bir titrəyiş etdi. Bu film 3 milyarddan çox gəlir gətirdi ki, bunun da dünya tarixində analoqu olmayıb. Ölkəmizdə də bu texnologiya ilə dərs keçirilir desəm, yəqin ki, çoxlarınızı təəccübləndirmiş olaram. Halbuki paytaxtımızdakı 18 nömrəli tam orta məktəbdə biologiya dərsləri həqiqətən də 3D texnologiyası vasitəsilə keçirilir. Həmçinin cihazın köməyi ilə şagirdlərdən dərs soruşmaq, qiymətləndirmək üçün də istifadə olunur. Biologiya otağında fəaliyyət göstərən 3D texnologiyaları uşaqların dərsləri mənimsəməsində çox böyük rolu vardır. Bu da uşaqların dərsin maraqla izləməsinə, mənimsəməsinə və yaddaşda gözəl qalmasına çox kömək edir. Elə şagirdlər də bu texnologiyanın təhsilə tətbiq olunmasından razıdırlar. Şəkillər formasında daha yaxşı adamı yandırılır. Yəni 3D formasında da daha yaxşı gözün qabağına gəlir. Başqa hansı dərslərə tətbiq olunmasını istəyərdin? Başqa fizika, kimya daha maraqlı olardı. 3D texnologiyası yavaş-yavaş, lakin inamlı şəkildə bizim qarderobumuza da yol salıb. Belə ki, yeni smart gözlüklər vasitəsilə qarderobunuzdakı paltarları əyninizə geyinmədən də yoxlaya bilərsiniz. Bunun üçün sadəcə güzgünün önündə durmaq kifayətdir. İnsanları əyləndirməyi bacaran D texnologiyasının son uğuru isə 3D çap etmə maşınıdır. Əsasını plastik maddə təşkil edən bu qurğular çap olunacaq təsvirin qatlama, sıxma kimi əməliyyatları ilə hazırlanır. Onun tibbi eksperimentlərdə də istifadə olunması nəzərdə tutulur ki, bununla da orqan çatışmazlığının qarşısının alınacağına ümid edilir. Ölkəmizdə isə 3D printerlərdən bir çox qeyri-adi əşyalar, suvenirlər, insan heykəlləri və müxtəlif modellər hazırlana bilir. Bu hal-hazırda gördüyünüz paraşok tərkibli printerdən çap olunublar. Sonra burada fonda gördüyünüz dağlar əl işidir. Daha sonra burada ağaclar var. Ağaclar da əl işidir. Sonra müəyyən detallar burada görürsünüz. Onlar plastik printerdən hazırlanır. İlkin etap başlayır eskizdən, yəni müştəri bizə ən azından eskizi təqdim edir, yəni ki, proyektin şəklini belə deyək də, eskiz deyəndə. Şəklini onun çertyoş halında deməli ölçüləri və biz onun əsasında 3D modeli başlayırıq hazırlamağa. 3D formatlı modeli sadəcə yaratmaq kifayət etmir. Çalışmaq lazımdır ki, fiziki modellə real uyğunluq alınsın. Bu cür dəqiq modellərin hazırlanmasında isə 3D skanerlərin köməyindən istifadə olunur. İstənilən üç ölçülü obyektin yaranması üçün həmin obyektin əvvəlcə gördüyünüz bu aparatla skaner olunmasına ehtiyac var.
skaner fiziki obyektə toxunmadan onu analiz edən və əldə olunan məlumatların əsasında həmin obyektin 3D modelini yaradan qurğudur. Skanlaşma üsulu ilə alınan 3D modeli 3D printerdə çap etmək və ya 3D monitorda nümayiş etdirmək olar. Skaner prosesi bitdikdən sonra sizin 3 ölçülü heykəliniz 3-4 gün ərzində hazır olur. İnsanların gördüklərinə daha yaxın olmaq istəyi hələ çox texnologiyaların yaranmasına təkan verəcək. Bu texnologiyaların sırasına daha hansı yeniliklərin qatılacağını isə zaman göstərəcək. Babək Zeynal, Vüqar İsmailov, Lider TV. Uşaqkən hər birimiz valideynlərimizə, müəllimlərimizə pərəstiş edirdik. Onlar kimi davranmaq, onlara bənzəmək istəyirdik. Az qala hər hərəkətlərini, hətta duruşlarını, yerişlərini belə təqlid etməyə çalışırdıq. Mən elə bilirdim ki, müəllimlər yatmırlar, hətta yemək yeyib su belə içmirlər. Bunun belə olmadığını, müəllimlərin də bizim kimi adi insan olduqlarını sonradan öyrəndim. Müasir zamanda məşhurlarla fanatları arasında isə bunun tam əksi yaşanır. Əksəriyyəti gənclər və yeniyetmələr olan fanatlar pərəstiş etdiyi şəxsiyyətin hər şeyinə maraqlanırlar. Yeyib içməyindən tutmuş qardirobuna kimi. Əgər sizin də bəyəndiyiniz, izlədiyiniz bir məşhur varsa, sıradakı sujetimizi diqqətlə izləyin. Çünki əməkdaşımız məşhurların qida rejimindən söz açacaq. Buyur xəyalə, de gəlsin hər nəyin vardı, deyilən söz yadigardır. Qadınlar hər yaşda gözəl və baxımlı qalmağı sevirlər. Bunu bir də ətrafdan hiss eləyib dilə gətirən olsa, keyfimizə təbii ki, söz ola bilməz. Belə ki, gənc qalmağın sirlərini isə hər yaşda araşdırıb tapmağa çalışırıq. Bunu ən çox pərəstiş etdiyimiz simalarda axtarırıq. Məsələn, mən gün ərzində 2-3 litr su içirəm. Məsələn, yeməklərdən uzaq dururam, çox yemək yemirəm, çörək başlı yemirəm. Yəni, belədir də mənim günlük yemək tərzi. Gün ərzində 3 dəfə biz normalda yeməyimizi vaxtında, qaydasında, normasında yesək və hərəkətdə olsaq, düşünürəm ki, həm bu bizim sağlamlığımıza xeyirdir, həm də ki, formada qalmağın ən gözəl üsuludur. Yaxsız yeməklərdən qidalanmışam, məşq etmişəm. Səhər yeməyindən əvvəl su içmək lazımdır. Saat 6-7 radənin ilıq 2 stəkan su içsək, o mədəni təmizləyir. Bundan başqa axşamüstü idman eləmək lazımdır. Qadınlar daha çox özlərini məşhurların həyat tərzi ilə müqayisə eləyirlər. Məsələn, Victoria Beckham'ın bədən quruluşuna, Angelina Jolie'nin baxışlarına sahib olmaq istəyən xanımlarımız az deyil. Zərif cinsin nümayəndələri heyranlıq duyduqları tanınmış simaların həm fizioloji xüsusiyyətləri, həm də qidalanma və həyat tərzi ilə maraqlanırlar. Ev yeməkləri hazırlamağa üstünlük verməlidir, nəinki hazır qidaların istifadəsini mümkün qədər az paketlənmiş ürünlər istifadə etməlidirlər. Daha sonra mənim yaralı yerlərimdən biri müasir toplumda hər birinin, xüsusən xanımların suyu sevməmələridir, su içməməlidir ki, bu da zamanla dərinin elastikliyinin təravətini itirməsinə səbəb olur ki, buna qaldığı mütləq günlük su ehtiyaclarını ödəsinlər, yəni ən azından 6-8 stəkan su içmələrini tövsiyə edirik. Amma sadə sudan söhbət edirik, yəni çay, qəhvə buna aid deyil. Minimum 20 dəqiqə, yarım saat yürüyüş ola bilər və ya rəqs ola bilər. Yəni özlərinə xoş olan bir fiziki aktivliyini artırmaları da gələcəkdə deyək ki, selülit probleminin və ya digər probleminin qarşısını qismən də olsa almış olacaqdır. Ekranda görünən simaların gözəl və təravətli bədənə sahib olması təbii ki, xanımlarımızın diqqətini çəkir. Məsələn, Ajda Pekkan. 72 yaşlı bu xanımın raw food, yəni çiğ qidalanma diyetası elədiyini bilirsinizmi? Bu növ qidalanmada tərəvəz məhsulları maksimum çiğlikdə qalacaq şəkildə bişirilir və ət məhsulları istifadə olunmur. İdman və düzgün qidalanma ilə yanaşı, diyetoloqlar həm də genetik faktorun da önəmli olduğunu bildirir. Ət qidalarını tamamilə rasiondan çıxarıb, ancaq tərəvəzlə qidalanan insanlarda bəlli bir süre sonra müəyyən vitamin, mineral defisiti yaşanır ki, bu da sağlamlıqlarında bəzi problemlərə yol aça bilər. Təbii ki, biz hər zaman söylürük ki, tərəvəzlərdən istifadə etmək lazımdır, çiğ yeyilə bilənləri çiğ yemək lazımdır ki, müəyyən yəni vitaminləri, mineralları alaq. Dünyanın tanıdığı sima Victoria Beckham'ın da özünə məxsus diyeti var. Meyvə və tərəvəz məhsullarından ibarət olan pəhrizdə əlavə olaraq balıq yağından da istifadə olunur. Lakin bu cür qidalanmada balıq yağının keyfiyyəti önəmlidir. Pəhrizin ayrılmaz parçası su və yaşıl çayı çox istifadə eləməkdir. 41 yaşlı 3 uşaq anası Beckham vegetarian olduğu üçün ət məhsullarından ümumiyyətlə istifadə eləmir. Ət
orqanizmimizin ən gözəl protein qaynaqlarından biridir yumurtadan sonra və ət yeməyən insanlarda bəlli bir müddət sonra dəmir defisit anemiya, B12 vitamin əksikliyi kimi problemlərlə qarşı-qarşıya qalırıq. Buna görə həftənin 2 günü qırmızı ət, həftədə 2 dəfə toyuq əti, 2 dəfə də balıq əti istifadə edərək məncə əti rasionumuzdan çıxarmamalıyıq. Dünyanın ən çox bəyənilən simalarından olan Madonnanın da gözəl bədənə sahib olduğu hər kəsə məlumdur. Onun kimi daim gənc qalmaq istəyən xanımlarımız az deyil. Bu sirri gizlətməyən ulduz gün ərzində ən az 8-10 stəkan su qəbul edir. Qırmızı ət, şəkər, un və duzdan istifadə eləməyən 57 yaşlı cazibədar xanım həftənin 5 günü yeriyərək formuna dəstək olur. Axşam 06:30-dan sonra yemək yeməməsi pəhrizinin ən önəmli şərtlərindəndir. Ümumiyyətlə yediklərimizə diqqət eləməyimiz sağlamlığımız üçün də faydalıdır. Unutmayın, qızartma məhsulları kökəlməyə səbəb olduğu kimi qocalmanı da sürətləndirir. Beləliklə, əziz xanımlar, gözəlliyinizin və sağlamlığınızın qeydinə qalmağınız diləyilə. Xəyalə Vaqif qızı, Turab Məmmədov, Turab Mustafayev, Lider TV. Təbiətdə hər şey nizama uyğun, vəhdət üzərində qurulub. Eyni dünyanı paylaşdığımız bitkilərlə, heyvanlarla oxşar cəhətlərimiz də çoxdur. Bu yaxınlarda belə bir fikir də eşitmişəm. Sən demə, hər insanın xasiyyətinə və fiziologiyasına görə özünə uyğun bir bitkisi var. Kimisi çiçək qədər zərif, kimisi çınar qədər əzəmətli, kimisi də güllərin tacı olan qızıl gül qədər cazibəli olur. Əməkdaşımız Könül də bugün bizə bitkilərin birindən danışacaq. Hansı bitki olduğunu deməyəcəm. Bircə onu bilirəm ki, bu bitki 100% yox, milyon faiz qaraqabaq, acıdil, hər kəlməsi ilə adamı sancmağa çalışanların talismanıdır. Düz demirəm Könül. Bugün biz sizə səhra və isti iqlim şəraitində bitən kaktuslardan danışacağıq. Bu bitki haqqında daha dərin məlumatlar əldə etmək üçünsə üz tutduq Mərdəkan dendrarisinə. Odur ki, siz də mənimlə bərabər diqqətli olun ki, bilmədiklərimizi bir yerdə öyrənək. Deyilənə görə kaktuslar kimi sinifinə aid ilk bitki hələ 30-40 milyon il bundan öncə Cənubi Amerikada qeydə alınıb. Belə bitkilər tədricən Afrika, Madagaskar və Şri-Lankada yayılmağa başlayıb. Bu bitki növünün buralara da gəlib çatmasına isə quşlar səbəb olub. Belə ki, məhz köçəri quşların dimdiyində daşıdığı kaktus toxumlarına yerə düşənlər torpağa bənd olaraq kök atmağa başlayıblar. Uzunömürlülər sırasında yer alan kaktus bitkisinin 2800 növü var ki, onların da əksəriyyəti çiçək açanlardır. Kaktus kimilərin aralarında gilə meyvəsi olanları belə var. Bunlar dekorativ kaktuslara aiddir. Nə qədər təəccüblü səslənsə də, həmin gilə meyvələr yeməli olur. Dekorativ demişkən, bəs görəsən bu bitkini ev şəraitində saxlamaq mümkündürmü? Əlbəttə mümkündür. Hətta deyilənə görə xüsusi baxım tələb etməyən bu bitkilər evi pis gözdən və nəzərdən də qoruyur. Amma bir məqamda var ki, kaktuslar hərəyə bir cür təsir eləyir. Elə kaktus var, insan enerjisi ilə qidalanır, insan enerjisini qəbul edir, o sizi yorur. Evdə çox saxlamırlar kaktusları. Hətta elə liliana bitkiləri var ki, evdə onu çox saxlamırlar. Çünki necə hər bir insanın xüsusiyyəti, xarakteri olan kimi bitkilərin də elə xüsusiyyətləri, xarakterləri var, yaşama müddətləri var. Bu tikanlı bitkinin qeyri-adiliyi hələ 16-cı əsrdə Amerikalıların diqqətini çəkməyə başlayır. İş o yerə çatır ki, onlar kaktusun müxtəlif növlərini taparaq dekorativ bitki kimi Avropaya ixrac etməyə başlayırlar. Bu bitkinin bioloji xüsusiyyətləri ən əsası isə asanlıqla kök atıb çoxalması Avropalıların marağına səbəb olur. Yəqin kaktusların tikanlı olmalarının səbəbi sizə də maraqlıdır. Bilənlər bilir, bilməyənlərin isə nəzərinə. Sən demə, məhz səhra şəraiti bu bitkinin yarpaqlarını sərtləşdirərək tikana çevrilməsinə səbəb olub. Ağ gün adamı ağardar, qara gün isə qaraldar məsələ burada lap yerinə düşür. Ölçü və formalarına görə isə kaktuslar müxtəlif olurlar. Səhra çiçəkləri su və yağışa demək olar ki, ehtiyac duymurlar. Sual yaranır ki, hər şeyin su ilə əmələ gəldiyi halda kaktus necə uzun ömürlü ola bilir? Səhralıqda böyük kaktuslar görürsünüz, hansı agava adlanır, yuqqalardır, apunsalardır. Apunsa da özü kaktus hissəsinə daxildir, kaktusdur. Yəni o sukulent bitki hesab olunur, elə bitkilər. Yəni onun özünə su ehtiyatı var və özünü su ilə təmin etmək hüququna malikdir. Ancaq belə indi hal-hazırda gördüyünüz kaktuslar isə xırda kaktuslar, yəni ki, o bəzək dekorativlə də gedir bunlar. Bəzək kaktuslar, onlar xüsusi qulluğa ehtiyacı var. Məsələn, elə kaktuslar yay aylarında həftədə bir dəfə suvarma mütləq getməlidir. Daha o adi ağacları, kolları suvarma formasında getmir, ona su çiləmə kimi gedir. Kaktuslardan bugünlük bu qədər. Ümumiyyətlə, unutmayın ki,
Bitkilər biz insanlar üçün hər tərəfli faydalıdır. O cümlədən otaq, yəni dibçək bitkiləri də. Odur ki, heç düşünmədən istər evinizin dekoruna yeni rəng qatmaq, istərsə də havasını təmizləmək məqsədi ilə belə olsun, hər hansı bitkini yetişdirə bilərsiniz. Su verdiyiniz gülün tikanı isə əlinizə batmasın deyə çalışın onun xüsusiyyətlərinə yaxşıca bələd olasınız. Könül Rafiq qızı Bağır Kərімov, Lider TV. Bax belə, bizdən bugünlük də bu qədər. İşin çoxluğundan, vaxtın azlığından şikayətlənib, sizlər üçün hazırladığımız sujetləri izləyə bilmədinizsə, onda dərhal YouTube-a daxil olub bizim səda yazmaqla bu istəyinizi gerçəkləşdirə bilərsiniz. Sabah yenidən görüşəcəyik. Odur ki, bizi hər gün izləməkdə davam edin. Sağ olun, salamat qalın. Nə dedim? Babək? Hansı Babək? Çəm? Onlar kimi davranmaq, onlara bənzəmək, bir də ayda olduqlarını. Bir də dilim dolaşdı. Alındı. Sonra 1-3. Dəqiq. Əməkdaşımızdan çatdı.